Qarabağ bütün maneələrə və qərəzli hakim qərarlarına baxmayaraq Eintrachtı Bakıda məğlub edərək adını demək olar ki, play-offa yazdırıb. Siz kanalımıza abunə olun. Biz isə vaxt itirmədən bu oyunun post-maç analizinə keçək. Bizim ən böyük suallarımızdan biri Qarabağda Kazini kim əvəz edəcək və Montiel'i necə əvəz edəcəyidir. Göründüyü kimi Montiel çox effektiv şəkildə nominal 10 nömrə funksiyasını yerinə yetirdi və ötən maçda əgər Ajaxla Zubirin həmin mövqedə olması və onun geriyə kifayət qədər effektiv işləməməyi səbəbindən bizim həmin o double pivot mövqeyimiz dəfələrlə istismar olunurdusa, Montiel'in topsuz iş etikası da mükəmməl idi və onun sayəsində o Yankoviçi və Bikalionu daha effektiv şəkildə sığortalayırdı. Lakin ən maraqlı trend ondan ibarət idi ki, Montiel'in sayəsində bir növ əgər futbolçulara biz alət kimi yanaşsaq, Qurban Qurbanovun əlində çox maraqlı bir alət var idi ki, Kadi daha çox meydanın baxın bu sahəsində işləyirsə, Montiel daha çox sağa düşürdü və nəticədə bilirik ki, Qarabağın elitar sol cinahı var Elvin Cəfərquliyevin və Zubirin sayəsində və sağda da Leon Andrada'ya Montiel kömək edirdi və bu istisna deyildi. Bu əslində çox sistematik bir keçid idi. Məsələn, gəlin bunu bilmək üçün pas xəritəsinə baxaq. Montiel ilə Leon Andrada bir-birinə 20 progressiv pas atıb. Yəni bu sistematik gedişlərdən biri idi. Digər tərəfdən isə Kadi ilə Montiel'in müqayisəsinə başa düşmək üçün gəlin hər iki oyunçunun Çempionlar Liqasındakı son oyunu, yəni Kadinin Chelsea ilə, Montiel'in isə Eintrachtla oyundakı istilik xəritəsinə baxaq ki, bizim də vizual gördüyümüz öz təsdiqini tapsın. Qurban Qurbanovun bu gedişin əslində o fəsadı oldu ki, Qarabağın build-up'ı 3-2-5 qalsa da onun xarakteri dəyişdi. Yenə də bu pas xəritəsinə baxaq. Gördüyümüz kimi Mateus Silva biraz konservativ olaraq yuxarı çıxırdı. Yəni o bir növ arxada qalaraq Bəhlul və Kevin Medina ilə 3-2-5-in üçlüsünü formalaşdırırdı. Onların qabağında artıq yaxşı sığortalanan Yankoviç və Bikalo var idi və qalan formasiya eyni idi və maraqlı gediş ondan ibarət idi ki, Qarabağ sağ cinaha da meyl etdiyindən bu oyunda Qurban Qurbanovun çox sevdiyi mərkəz central penetration, yəni mərkəzdən girmək bir qədər aşağı düşmüşdü. Ədalət naminə oyunu 2 hissəyə böləriksə, burada ilk 72 və son 18 dəqiqə bölmək olar. Bunu da əslində gedişə diktə edən Qurban Qurbanovun oyun tərzidir. Belə ki, oyunun əvvəlində və biz bunun haqqında ayrıca geniş danışacağıq. Qarabağ oyunun 72 dəqiqəsində qapıdan qısa paslarla çıxmağa çalışırdısa, son 18 dəqiqədə komanda artıq uzun toplara üstünlük verməyə başladı və ən azından bu bizi qapımızda edə biləcəyimiz səhvlərdən sığortaladı. Amma oyuna baxsaq və səmimi olsaq, o emosiyaları qırağa qoysaq, Qarabağın ikinci hissədəki oyunu, yəni hər iki komanda bir-birini bir növ sıfırlamaqla məşğul idilər, bir-birini neytrallaşdırmaqla məşğul idi. Nəzərə alaq ki, Eintrachtda yeni məşqçi var və Eintracht hələ də özünün identitasını yenidən kəşf edir, nə etmək istədiyini təzə başa düşür. Qarabağda isə situasiya fərqli idi. İkinci hissədə artıq birinci hissədə olduğu qədər, kifayət qədər effektiv şəkildə rəqibə yüklənə bilmirik. Ona görə də rəqib qapısında epizodlar ara-sıra fərdi ustalıq sayəsində yaranır. Amma buna baxmayaraq günün sonunda biz qələbəmizi qazandıq. İndi isə gəlin Eintracht'a keçək. Eintracht'ın ən böyük özəlliyi nədən ibarət idi? Biz nəyin üzərində baş sındırırdıq ki, komanda 3-4-2-1 və yoxsa 4-2-3-1 taktikasını oynaya bilər. Top Müller son oyunlarda 3-4-2-1-ni yoxlayırdı. Biz düşünürdük ki, indi məşqi dəyişikliyindən sonra komanda 4-2-3-1-ə dönə bilərdi, amma faktiki olaraq formasiya çox da heç nəyi dəyişmirdi. Nəyə görə dəyişmirdi? Çünki əslində bütün bu taktiki dəyişiklik əlində olan personal və ya zədələr ucbatından deyildi. Bunun yeganə ən böyük səbəbi ondan ibarət idi ki, komanda müdafiədə keçid futbolunu bir qədər sığortalamalı idi, bir qədər təhlükəsiz etməli idi. Ədalət naminə etiraf edək ki, bir tərəfdən Eintracht öz qapısına buraxdığı epizodlara görə, XG-yə görə artıq 1.67 və ya başqa metrənin hesabladığına görə 1.87 oldu. Yəni o qədər də çox qapısına epizod buraxmasa da, yenə də 2026-cı ilin trendi olaraq, sabit olaraq öz qapısından 4-cü oyun qalbadal 3 qol buraxdı. Eintrachtda dəyişikliklər nədən ibarət idi? Ən böyük dəyişiklik əlbəttə ki, komandanın hücum üçlüyünə aid idi. Bildiyiniz kimi Eintracht klubunun ümumiyyətlə oyun identitası elə Oliver Glasner'in dövründən ondan ibarət idi ki, komandada sırf klassik taran tipli 9 nömrə var ki, hansı ki, rəqibin müdafiəçilərini özünə çəkir və öz komanda yoldaşları üçün bu zonada mövqe açır. Amma ironiya ondan ibarətdir ki, Eintracht'ın 2 mərkəz hücumçusu zədəli idi və 2-ci Bundesliqadan aldığı Əbnütalib də
oyundan əvvəl zədələndi və nəticədə Eintracht yenə də Topmellerin də ağrıdıcı, istəmədən əl atdığı bir metoda yeni baş məşqçi əl atmalı oldu. O da nədən ibarət idi ki, nominal Mario Götze və ya Can Uzundan birini, bu halda Can Uzun idi, yalançı 9 nömrə mövqeyində oynatsın. Onların arxasında Oskar Knauf var idi, sağ cinahda isə Ritz-Doan var idi və əgər baxın bir neçə epizoda baxaq, görək ki, əslində oyunçular bir-birlərinin arasında rotasiya edirdi və rotasiya etməyin iki məqsədi ola bilər. Birinci tərəfdən Qarabağın man markingini sıfırlamaqdır. Çünki əgər misal üçün Can Uzun burdadsa və Qarabağın deyək ki, Bəhlul onu man marking edirsə, o zaman Can Uzun burada olanda əgər Bəhlul onun dalınca gedərsə, bu zonu boş qalardı. Amma bu baş vermirdi. Çünki Qarabağ adətən müdafiədə dördlü zonal müdafiə üstünlük verirdi. Bizim fikrimizcə daha çox bunun səbəbi ondan ibarət idi ki, ondan qaynaqlanırdı ki, komandada nominal 9 nömrə funksiyasını yerinə yetirə bilən oyunçu olmadığından oyunçular mövqelərini dəyişməklə bu hücumçu yoxluğunu hardasa kompensasiya etmək istəyirdilər. Bu da nəyə götürüb çıxarır ki, bu futbolçuların heç birinin nominal 9 nömrə təcrübəsi olmadığından ədalətlə əmin etiraf edək ki, bu element Eintrachtda bu oyun işləmədi. Necə ki, Almaniya çempionatında da işləmir. Gəlin indi baxaq ki, oyun öncəsi analizdə dediklərimiz oyunda özünü necə göstərdi. Burada bir elementi biz Qarabağdan, o birisini isə Eintrachtdan göstərəcəyik. Beləliklə, ilk epizod, əlbəttə ki, ilk oyun elementi. Xatırlayırsınızsa biz xəbərdarlıq etmişdik ki, əlbəttə Qurban Qurbanov bir növ mövqe futbolunun tərəfdarıdır, belə deyək, Guardiola Barcelonasının fəlsəfəsini özündə təcəssüm edir. Ona görə də arxadan qısa paslarla oynayır və Qarabağ arxadan qısa paslarda 11 dəfə rəqib topu bizdən alıb oyun ərzində, amma onların biri elə oyun əvvəlində Can Uzunun vurduğu qol bizim üçün fatal oldu və simvolik məna burada nədən ibarətdir ki, baxın bu epizoda, gəlin epizodu diqqətlə incələyək. Bu epizodda 3 dəfə biz top itiririk və üçüncü bizim üçün fatal. Can Uzunun qolu ilə bitir. İlk öncə Medina top itirir. Sonradan bizim oyunçular topu qabağa vururlar ki, bir növ yanğını söndürsünlər. Yenə də topu rəqib qazanır. Əlbəttə ki, bu xaotik topu vurmaq idi, ünvanlı top deyildi və sonradan ən əsas, ən kobud səhvi təəssüf olsun ki, burada Bikalyo edir və Bikalyodan Eintracht futbolçuları topu aldıqdan sonra Can Uzun cərimə meydançasında çox rahat deməzdim, amma zərbə mövqeyinə çıxır və hesabı bərabərləşdirir. Və məhz bu epizodla bağlı gəlin qısaca oyun öncəsi analizimizə qayıdaq və görək orada nə demişdik. Eintracht'a qarşı yeganə oyun ssenarisi var ki, onu oynamaq olmaz. Bu da nədən ibarətdir ki, əgər Qarabağ qapıdan qısa paslarla çıxmağa çalışsa, məsəl üçün biz sadəcə 2 epizodu göstərmək istəyirik ki, harda bizim fikrimizcə məsələn Eintracht'a qarşı necə oynamaq olmaz, harda Eintracht'a qarşı Eintracht'ın istədiyi oyunu oynayırsan. Onlardan biri əlbəttə ki, Yunus Akgünün Eintracht'la maçda qolla nəticələnən etdiyi səhvdir. Yenə də burada nominal 10 nömrə və ya cinah vingeri öz qapısına gəlir ki, qısa paslarla çıxıb rəqibi bir növ cəzalandırsın və bunu axı belə qurtarır. Qurban Qurbanov oyunun 72-ci dəqiqəsindən hardasa sonra uzun toplara üstünlük verməyə başladı. Qarabağ 72-ci dəqiqədən 90 dəqiqə arasında 11 dəfə uzun topla topu uzaqlaşdırıb. Bu da ardınca 84-cü dəqiqədə olan dəyişikliklərdən sonra da hansında ki Qurban Qurbanov 2 dəyişiklik etdi. Onun göstəricisi idi ki, Qurbanov oyunu xaotikləşdirməyə çalışır ki, buradan daha çox fayda görsün və əslində maçın nəticəsində göstərdi ki, günün sonunda gülən tərəf elə biz olduq. Xatırlayırsınızsa biz Eintracht'ın baş məşqçi dəyişikliyinin əslində pis şey olduğunu və komandada ancaq qeyri-müəyyənlik yaradacağını demişdik. Baxın, bunu əlbəttə ki biz Eintracht'ın toplu oyununda yox, gözə görünməz bir elementdə, topsuz oyunda və pressingdə görə bilərdik. Çünki adətən Eintracht'ın və həmin o analizdə də demişdik ki, Topmöllerin üslubu ondan ibarət idi ki, 2-4 taktikası ilə, yəni 6 oyunçunu rəqib zonasında, rəqibə təzyiq etmə sayəsində Eintracht pressing edir və əgər bu pressing keçilərsə, arxada rəqibin 5 oyunçusu Eintrachtın 4 oyunçusuna qarşı qalır və say üstünlüyündə burada azlıqda qalmaq, yüksək səviyyəli bir, istər Almaniya çempionatı olsun, Bundesliga-da müxtəlif səviyyəli rəqiblər, istər Çempionlar Liqasında, Avropa Liqasında çox fatal bir şeydir və rəqib əlbəttə ki 3 dəfə belə epizod əldə edəcəksə, oradan 50%-in üstündə daha çox səni cəzalandıracaq. Ajax-la fərqli olaraq Eintracht Qarabağın eyni standart pressingini öz xeyrinə dəyişə bilmədi. Bunun da əsas səbəbi nədən ibarət idi ki, xatırlayırsınızsa Ajax maçda Ajaxın qapıçısına qədər top gedib çıxırdı və qapıçı topu ayağında saxlamaqla Qarabağın hücum dördlüyünü özünə çəkirdi və nəticədə burada böyük bir məsafə yaranırdı ki və həmin o məsafə, həmin boşluğa Ajaxın cinah vingerləri gəlirdi. Burada isə baxın Eintrachtın qapıçısı əsas qapıçı deyildi, Zetterer ehtiyatdaydı və bu qapıçı ayaqla çox bərbad oynadığından Eintracht bu riskli elementdən istifadə etmirdi. Çünki Eintracht nəzərə almaq lazımdır ki, bu komanda baş məşqçisini istefaya ona görə göndərdi ki, komanda müdafiədə bərbaddır və əlbəttə heç kim müdafiənin elementar səhvindən qol buraxmaq istəmir. Və burada da qazanan tərəf əlbəttə biz olduq. Çünki baxmayaraq ki, bizim pressingimizi keçirdi rəqib, amma kifayət qədər kompakt olduğuna görə, məsafə çox aralanmadığına görə rəqib bizə heç nə edə bilmirdi. Gəlin bir screenshotla və bir epizodla Eintrachtın pressinginin nə qədər xaotik, fərqli
etdiyini və işləmədiyini göstərək. Birinci olaraq bu screenshota baxaraq gördüyümüz kimi Eintracht köhnə Topmöller formasiyasına qayıdaraq 6 nəfəri 2-4 formasiyasında bir növ pressingə göndərir və bu pressing effektivdir. Çünki bir uzun pasla o pressingi kəsəcək Qarabağ. İkinci epizod isə bu epizodu incələməklə biz daha çox görəcəyik ki, Eintracht burada nə etirir. Belə ki, burada Qarabağ çox təhlükəli oynayır. Çünki Eintracht onu istənilən anda topu aldığı təqdirdə təhlükəli epizod əldə edə bilər. Amma göstərək ki, Eintrachtın o Barcelona stilli 4-2-2-2 pressingi necə burada işləmir. Medina sadəcə topla irəli gəlir və əgər burada kadrı dondursaq görürük ki, Eintrachtın 4 futbolçusu, 3 və 1 futbolçu həmin pas məkanının qarşısına alır. Amma burada Medina'ya uzun pas edərsə və ya yanında olan bir Kalio'ya pas atardısa, hansından ki Enzo Maresca Caicedo vasitəsilə dəfələrlə istifadə edirdi, həmin pressingi həmən keçərək neytrallaşdıraraq təhlükəli əks hücuma çıxardı. Düzdür, Qarabağın halında Medina uzun topla topu qabağa göndərir, amma Eintrachtın pressinginin nə qədər effektiv olduğu burada da görünür. İndi isə gəlin Qarabağın play-off'a keçmə ehtimalından danışaq. Belə ki, Opta 98% şans verir ki, Qarabağ 24-lükdə olacaq. Burada iki faktor var. Deməli, Qarabağa çata bilən 9 komanda var və Qarabağ 6 komandadan geri qalarsa play-off'a vəsiqə qazanır və burada 3 komanda var ki, Qarabağdan bir xal geridədir. Bunun o anlamı var ki, əgər həmin komandalar heç edərlərsə belə Qarabağla xallar bərabərləşir və hər şey qalır top fərqinə. Biz əlbəttə ki, ən standart, klassik, uğursuz ssenari nəzərimizdə tuturuq. O da nədən ibarətdir ki, bizim məğlubiyyətlərimizin hamısı 2 top fərqi ilə olmuşdu. Liverpool da bizi 2 top fərqi ilə məğlub edir və bu halda nə baş verir? Diqqət etməli olduğumuz məqam həmin altımızda olan 9-luğun bir-biri ilə oynayıb oynamamasıdır və sonra o biri komandalara hansı nəticə lazımdır. Və burada ilk öncə əlbəttə ki, 7 xalı olan Klub Brugge son turda öz evində bizdən bir xal geridə olan, amma daha yaxşı top fərqinə malik olan Olimpik Marsel ilə qarşılaşır və bu o deməkdir ki, bir komanda bizi keçəcək, o biri komanda isə bizim altımıza düşür. Növbəti 2 namizəd isə əlbəttə ki, ən yağlı namizəd Kopenhagendir. Kopenhagen Barcelona səfərdə məğlub eləməlidir, nə az nə çox ki, xalq fərqini bizlə bərabərləşdirsin və onda da toplara baxılacaq. Amma Hansi Flick özü də dünənki maçdan sonra bildirmişdi ki, Barcelona məqsədi qalib gələrək top 8-liyə düşməkdir ki, əlavə 2 oyun oynamasın. Xatırla ki, Opta'nın da verdiyi proqnoza görə Barcelona 2 top fərqi ilə qalib gələrsə 85%, 3 top fərqi ilə qalib gələrsə 99% ehtimalla top 8-liyi garantiya edəcək. Çünki top 8-liyin həmən həndəvərində 9-cu yerdə və top 8-liyin içində öz daxili balaca müharibəsi olacaq Newcastle PSG arasında. O da deməkdir kimsə oradan mütləq düşəcək. Bu bizi əlbəttə ki, daha bir şanslı komandaya buraxır. Həmin namizəd bizim fikrimizcə PSV Bavariya München oyunundadır. PSV-nin 8 xalı var. Bavariyanı mütləq məğlub etməlidir. Amma Bavariyada olmasın Harry Kane, olsun Nicholas Jackson, olmasın Musiala, olsun Karl və ya əksinə. Bavariyanı siz haçan sonuncu dəfə görmüsünüz ki, geri ciddi yanaşaraq oyunu udsun. Düzdür, ötən mövsüm Feyenoordda 3-0 gözlənilmədən darmadağın olmuşdu, amma həmin oyun birinci olaraq kampanyanın birinci mövsümündə idi. Biraz qeyri-standart oyun idi və əlbəttə ki, indiki Bavariyanı, yəni ümumiyyətlə PSV-yə necə hansı ssenaridə xatirəcəyini biraz gözləmək çətindir. Amma Bavariyadan başqa Monaco Juventus oynayır və Monaco'nun top fərqi həddindən çox bərbaddır. Bizdən bir xal geri olmasına baxmayaraq və əgər Monaco Juventus məğlub etməzsə və biz 5 top fərqi ilə məğlub olmarıqsa, biz Monaco'nu geridə qoyuruq. Əlbəttə ki, bizi geridə qoymağa bir nömrəli favorit Leverkusendir. Çünki Leverkusen bir xal lazımdır ki, bizim üstümüzə çıxsın və o bir xalı da evində Çempionlar Liqasının 35-ci komandası olan Villarreal-la yəqin ki, qazanacaq. Amma o biri 3 komanda var, hansılar ki, çox çətin oyun gözləyir. Belə ki, Napoli evində top 8-lik iddiasında olan və qələbə qazanacağı təqdirdə 8-liyi garantiya edəcək Chelsea oynayır. Chelsea məğlub etməlidir. Olympiakos Ajax-la səfərdə oynayır. Ajax özü qalib gələrsə çox az şansları var bərbad top fərqinə görə, amma onun da Çempionlar Liqası şansı var. Və nəhayət Atletico Bilbao evində Sporting ilə oynayır. Orada Williams qardaşları zədəlidir. Lakin hətta qələbə olacağı təqdirdə mən inanmıram ki, o qədər ssenarilər bizim əleyhimizə getsin ki, Qarabağ hətta 2 top fərqi ilə məğlub olaraq və daha çox top fərqi ilə Liverpoola məğlub olaraq mübarizəni dayandırsın. Sizin fikrincə Qarabağ 24-lükdə neçənci yer tutacaq və hansı komandanı bizə rəqib istəyərdiniz? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videomuzu bəyəndinizsə like düyməsini sıxın və kanalımıza abunə olun ki, belə videoları buraxmayasınız.